Herkese selamlar, kanalımıza hoş geldiniz. Gülmedim de ben özüm güldüm. Herkese selamlar, kanalımıza hoş geldiniz. Neyse bugünlük böyle geçeceğim. Sizce gülmeme mümkündür. Ona göre izliyorsanız. İnşallah bu günlerim sizden gelen etirafları okuyacağım. Gördüğünüz gibi belirtine göstereyim. Uşaqlı kamerada çox zordur. Ona görə bu səfəri belə çəkəcəm. Bu səfər evdə olmadığıma görə belə çəkirəm. Çox danışdığıma görə mən sizə keçən videoya beləntinə belə. Demək olar bu günlərim yanımda dostum və prosta göstərməyəcək. Bu da indi nəsə salam. Bu günlərim inşallah çox gözlədiyiniz etiraf videosunu bu gün atıram və videomuzu keçməmişdən əvvəl altdan çıxan ikimizin də Instagram səhifəsini takip etməyi unutmayın. Unutmursunuz və kanala abunə olub video like atmağı unutmursunuz. Tez bir zamanda 2000 olmağa çalışırıq. 2000 olmağı diyorum. Ona göre bu arada ayın 20'si çok bomba video gelir. 17'si çekilim 20'si o video ne bileyim biraz çok konuşacağım. Saçı durun ona göre pul çıkarmalıyım. Neyse. Deməli bugündən ilk yorumumuzu yazıb Uğur Əzizov gələn ona görə oxuyaq mı neysə. Neysə nə qədər deyirəm neysə. Bu arada uşaqlar burada şeylərdən belə toxumuz var. Və kamerada çox zor bir yerdir. Mən belə kamera arxasım olsa bütün gün video çəkərəm. Amma məndə prosta arxada həmişə 100 min buton var. İndi çəkin tapsam bura qoyacam. Prosta indi yox. Neysə Uğur Əzizovdan başlayaq. Mən bir dəfə xlorlu biri biçmişdim. Bir həftə boyunca yediyim etsinə dadını istəyəmədim. Adım görürsün, kral sevilirsən. Çox sağ ol, sən sevirsən, adım da görüşdü və necə ola bilər? Bu video qutaran qədər bu belə qaldı. Bu necə ola bilər? Xəstəxli olursa heç prosta elədə yaşayır. Hə? Arkadaşım şu an organizması yaxşı bilir. Bilmirəm. Özü bu videoya baxın. Nəysə, keçək. Bura, xahiş, YouTube nəyin inkişaf etmir olan videomu paylaşdı. Burada etiraf videosudur, bu reklam videosu olsun. Deyək, videomu paylaş. Nəysə. Salam qaqa, bir dəfə məktəbdə uşaqlarla dalaşdıq söhbətində həmişə bu olur, baba, sarısat. Gəl bari etdi, qaqa şərə etdi. Salam qaqa, bir dəfə məktəbdə uşaqlara dalaşdıq, mən uşağı ilə güldüm ki, ağlamaqdan ölürdü. Az qala uşaq dedi, atama deyəcəm, mən də gözünü qorxutdum, sonra tez kimi xəbəri olmadı, elə dedi, bitdi. Bu arada sən oğlan işədə istədiyin yerə çatar, gələrsən, çox sağ ol, öpürəm sən. Prosta uşaqla, yəni, məncə döyməyə yox deyək. Döyüşə məncə yox deyək, belə, ya, mən nə deyirəm? Dabiyə yox deyə belə döyüş eşləyən döyüş yaxşı bir şeydir və vaxtımız qutarır ona görə biraz tez çəkməli videodur. Amma sən hər də kanala abunə olmamışsan, ona görə get kanala abunə ol, tez bir zamanda 2000 olmalıyam mən. Neysə, tabi get öbürsünə. Bizim sinifdə bir dənə başdan xarab var, bir dəfə ürəyimdə oturmuşdu. Hər də oturmuşdu. Var yazıb, bizim sinifdə bir dənə başdan xarab var, bir dəfə ürəyimdə oturmuşdu. Mən istəyəndim, dedim zaten alsat. Deyəndə alsa dalaşdı, batısını gətirdi, batısıyla dalaşdım, sonra dərsdən çıxanda ağlamaq hissi gəldi, mən də baxamadı. Mən də istifadə edib şər atdım ki, batısı mənə vurub, dalaşdılar. Bir dəqiqə, ürəyimdə oturmaqla vurdum. Bizim sinifdə bir dənə başdan xarab ürəyimdə oturmuşdu. Ürəyimdə oturubsa içərici almaq. Ürəyimdə oturmuş. Bəlkə yerimdə deyib, ürəyimdə yox. Onlar yerində oturmuşdu. Mən də onu vurmuşdum, batısı gəlib, batısını da vurmuşdum. Dalaşmışdı, hər nəysə, beləcə. Dalaşmağı yox deyil. Hər bazar anam mənə deyir, dərsləri oxumsan, mən də sonra çıxıb futbol oynamaq üçün deyirəm, müəllimə veçmə verməyəm. Mənim yerimə dostum Haruna Tunara salam deyərsən. Haruna Tunara, nə deyir? Haruna Tunara salam deyirsən. İnşallah Haruna Tunara salam deyirəm. Prosta bu necə bir şey oldu, mənə çatmadım. Nəysə. Altdan da qaqış yazıb, bunu eləməyən bizdən deyil. Allah'ın başında. Bütün nəsil mənim tığın insta işlətmədiyimi bilirlər. Halbuki hamısı blokdadır. Nəsillə nümunəvi uşağıyam. Nümunəvi nə demək? Yəni bir də nətər başsan? Mən də Əsas danışaq. ondan. Artıq hər belə. Nəysə beləncələr bitti. Hər bir etiraf burada çıxdı. Yəni bu videoyu valideynə biz yəni deyəcəm mən tutayarız. Buyurun buyurun. Valla yıxıldım buna. Kamera arxasında hər şey olandan hamısını sizə göstərəcəm və bu arada Instagramda paylaşmışam kamera arxasını, keçib bura baxa bilərsiniz. Keçin izləyin. Zefs yazıb, Zefs 31. Bir dəfə marketə girmişdim, nəsə alacaqdım. İstədiyim şeyi axtaranda market bağlamışdı, mən də içəridəki hər şeyi yemişdim. Biraz köpə basmışdım oldu. Bir dəfə marketə getmişdim, nəsə alacaqdım. İstədiyim şeyi axtaranda market bağlanmışdı.
Uşaqlar yani bütün marketdə nəzarət olunur, market bağlanır. Sonra prosto ya qaqış bizi aldatmadılar belə bir şey. Qaqa səni tutmadılar. O qədər sobamını yorumuna yazır. Mən yerim o fikir bilir. Qaqa burada zəmin geçək. Nə inşallah bugünkü videomuz bura qədər oldu. Yəni etiraflarımız qısadır. 5 dəqiqəlik video oldu. Niyə bu qədər qısa oldu bilmirəm. Gerçekten de ben daha çok etraflı. Gəl danış. Heç mi bilmiyorum görmədəki. Evet. Demək bir dəfə sinif uşaqlarla oturmuşuq. Qərar verdik ki, gedək marketə. Marketə getdik. Dostum dedi ki, mən bunu götürəcəm. Dedi, sən götürəməyəsən də. Mən dedim ki, götürəməyəsən. Mən dedi, götürəcəm. Dedim, mən götür görək. Kamerada görsəylədi, mən də fark etmirəm. Hə, kamera da yuxarıdadır. Fark etmirəm ki, kamera var da. Biraz mırtdaşırdım. Gördüm 4 dənə, 5 dənə iPhone qolu çoxdu cibinə. Çıxdı çölə. Heç kimə üstü demədi. Qalan getdik sinifdə oturduq. Heç kimə də görmədik. İkimiz də oturduq, video gördük. Hazıma getdi oraya. Grand Mart. Hardadır? Onu deməyim də, gəlib. Birinci inşallah yəqin ki, mənə arada biləm, bunu PUBG oynayan əlcəklə baya. PUBG-nin qurur da, deməli belə gördük ki, burada belə əlcəkləri var. Hardan görmüsən bunu? Temuda. O, Temu'nun lazım ki, belə də barmaqçı var. Prosta bu barmaqçının vaxtı keçib deyəcək, xarab ol. Dəqiqə geçmək deyir. PUBG oynayırsan, məndən yaxşı PUBG oynayan axtarır. Kanka koşaq biz kamamız yoxsa videoda. Şələ bir də bizim koşaq. Şələ bir də mahnı var. Çası kimi belə gəldim. Fadın anahtarı videoda. Sıkın kapı. Kesim olsun. Arada yaradıram sərk, edə bilməz bunu dərk. Uşaqlar, yerimizdə olmuşdu öncədə sayın. Amma xodun adı videosu şöyle biz düşün. Ağlantı yoxdur, nədir? Nədən kesin qoşa gəldik. Mənim favorim mahnım budur uşaqlar, heç kim izlə deyilməz bura. Mən dostlarım deyir ki, ilkinə girənliyi eləysən. Bu mahnının ilkinə girənliyi nəsadiyyəti bir şey var. İlkin Facebook'da yazmışam ki, görüşək, yazıb ki, inşallah iyunda imtahanlarım var, universitet oxuyayım. İmtahanlar qutarsın, görüşərik. Mən dedim ki, yox. Mən qayda, onun aid bir iki dəmdə seçmişəm, mən qayda belə elə. Yox, sən ilkinə girənliysən. Dedim video seçmişəm, mən nə girənliyinə blogerim çəkməliyəm da. Gəl belə bir də qaba çəkəcək. Ora bas şəşi seçdim. Edə bilməz bunu dərk, izləmirsiz deyə, səkirsiz gezədək. 3 il ara bizi sən yorma, kanalın qurma. Axırdan hər şeyə pissən, girdim canlıya bir də. Demək inşallah bugünün videomuz bura qədər oldu. Sevirəm sizləri. Hədiyə gəldi şimdidən. Tıklayın dostlar. Sağ olun, mahnı biraz kodum dikkat. Məhkəm tutunu Oyun ol. Videom belə bir sənədə. Saxla. Öpürəm sizi. Siz mənim ürəyimsiniz. İnşallah yeni videodan görüşmək üzrə. Bir dənə işim var.